Üç bacının nağılı. Biri var idi, biri yox idi. Keçmiş zamanlarda bir kişi var idi. Bu kişinin 3 kızı var idi. Onlar çox erkən böyümüşdülər. Bütün günü oynayır, əllərini ağdan qaraya vurmurdular. Ataları nə qədər öğüt nəsihət edirdisə, onları başa sala bilmirdi. Günlərin birində qızlar atalarına dedilər: "Ata, icazə ver meşəyə gedək. Çiyələk, moruq yığaq." "Hələ balacasınız, meşədə itərsiniz. Böyüyəndə gedərsiniz." Uşaqlar əl çəkmədilər ki, çəkmədilər. Kişi əlacsız qalıb qızlarına icazə verdi. "İndi ki gedirsiniz, gedin. Sizə 3 şey verirəm. Yolda lazım olar." Kişinin bir sandığı var idi. Sandığı açıb içindən bir ülgüc, bir çimdik tuz, bir balaca güzgü çıxartdı. Ülgücü böyük qızına, tuzu ortancıl qızına, güzgünü isə kiçik qızına verib dedi: "Əgər yolda dara düşsəniz, bunları yerə atarsınız. Onda bəladan qurtararsınız." Bacılar yola düşdülər. Az getdilər, çox getdilər, gəlib bir meşəyə çatdılar. Çiyələk axtara-axtara gəlib meşənin dərinliklərinə çatdılar. Çiyələk yığdılar, yedilər, oynadılar. Bir də baxdılar ki, qaranlıq düşüb. İstədilər evlərinə qayıtsınlar, amma meşədən çıxa bilmədilər. Çünki yolu azmışdılar. Qaranlıq meşə vahiməli olur. Uşaqlar hara gedəcəklərini bilmirdilər. Çarəsiz qalıb ağaca çıxdılar. Gecəni orada yatdılar. Səhər tezdən ağacdan düşüb evə qayıtmaq üçün yol axtarmağa başladılar. O qədər getdilər ki, gəlib bir qalaçaya çatdılar. Qalaçanın həyətində xeyli ətirli gül çiçək və gözəl imarət var idi. Qızlar elə içəri girmək istəyirdilər ki, qapı öz-özünə açıldı. İçəridən bir qarı çıxdı. Qarı şirin dillə dedi: "Balalarım, xoş gəlmisiniz. Nə yaxşı oldu gəldiniz. Mən də tək qarıyam. Ana bala kimi bir yerdə yaşayarıq." "Qarı nənə, biz azmışıq, evimizi tapa bilmirik. Yol göstər, çıxaq gedək." "Hələ biraz dincəlin, sonra göstərərəm." Uşaqlar qarının sözünə inanıb içəri girdilər. Qarı: "Siz oturun, mən yemək hazırlayım," deyib otaqdan çıxdı. Uşaqlar gördülər ki, burada çoxlu otaq var. Otaqları gəzməyə başladılar. Sonuncu otağa çatanda səs eşitdilər. Diqqətlə qulaq asıb səsin döşəmənin altından gəldiyini başa düşdülər. Axtarıb zirzəmiyə gedən qapını tapdılar. Açıb baxdılar ki, bura uşaqla doludur. Qızlar soruşdular: "Siz burada nə gəzirsiniz?" Uşaqlar dedilər: "Biz ata-anamızın sözünə qulaq asmayıb meşəyə getmişdik. Qarı bizi aldadıb evinə gətirdi. İndi o hər gün aparıb bizi işlədir, sonra da gətirib bura salır. Nə qədər eləyirik, qaça bilmirik. Çünki qarı sihirkardır. Elə ki qaçırıq, o saat xəbər tutur. Dalımızca gəlir, bizi geri qaytarır." Kiçik qız dedi: "Ay bacılar, gəlin tədbir görək. Qaçıb buradan canımızı qurtaraq." Onlar uşaqların ayaqlarını açdılar. Qalaçadan çıxıb qaçdılar. Qarı evə qayıtdı. Heç kəsin olmadığını görüb yola çıxdı. O elə sürətlə qaçırdı ki, quş da ona çata bilməzdi. Uzaqdan uşaqları gördü, yer kimi uçub onlara çatdı. Böyük qız gördü, biraz da keçsə qarı onları tutacaq. Atasının verdiyi ülgücü yerə atdı. O saat yer döndü ülgücə. Ayaq basmağa yer qalmadı. Ülgüclər qarının ayaqlarını kəsik-kəsik elədi. Uşaqlar başladılar yenidən qaçmağa. Qarı ayağının qanı axa-axa uşaqların dalınca cumdu. Bu dəfə ortancıl qız atasının verdiyi duzu yerə tökdü. Hər yer duz oldu. Qarının ülgüc kəsmiş ayaqlarına dəydikcə onu ağrıtdı. Qarı qəzəblənib daha bərk qaçmağa başladı. Elə azca qalmışdı ki, onlara çatsın, kiçik qız tez güzgünü atdı yerə. O saat dərin bir çay əmələ gəldi. Qarı çayın bu tərəfində, uşaqlar da o biri tərəfində qaldılar. Qarı sudan keçə bilmədi. Uşaqlardan soruşdu: "Siz çaydan necə keçdiniz?" Kiçik qız dedi: "Qarı nənə, çayın yanında bir dəyirman daşı var. Onu sal boynuna, gir suya. Onda üzə-üzə bu tərəfə keçəcəksən." Qarı dəyirman daşını tapıb boynuna keçirdi. Daşın ağırlığı onu suyun dibinə apardı, qarı boğuldu. Uşaqlar sevindilər. 3 bacı əl-ələ verib evlərinə qayıtdı. Atalarını qucaqlayıb dedilər: "Bir də meşəyə tək getməyəcəyik. Böyüklərin sözünə qulaq asacağıq."